Rəhbəri açıq şəkildə tənqid etmək xuruc, yəni rəhbərə qarşı üsyan sayılırmı? Gözəl sualdır. Bilməliyik ki, şəriətin məqsədlərindən biri rəhbərin heybətini qorumaqdır. Çünki rəhbərin təyin edilməsindəki şər'i məqsəd yalnız onun nüfuzu qorunmaqla gerçəkləşir. Buna görə şəriət rəhbərə qarşı çıxmağı və cəmaatın ona qarşı qızışdırılmasını qadağan edir. Rəhbər də insandır, səhv edə bilər, günah işlədə bilər, digər insanlar kimi xətaya düşə bilər. Yaxşı, bəs belə bir şey baş verərsə, ona necə etiraz edilməlidir? Şəriətin qaydası və sələfin yolu budur ki, bunu açıq şəkildə etmək olmaz. Çünki bu, şər qapısını açar və xalqı onun əleyhinə qızışdırar. Hədisdə buyurulduğu kimi, kim sultana nəsihət etmək istəsə, bunu aşkarda etməsin. Əksinə, onunla xəlvətə çəkilib nəsihət etsin. Əgər qəbul edərsə, nə gözəl. Etməzsə, o artıq üzərinə düşəni yerinə yetirmiş olar. Məsələ qəhrəmanlıq məsələsi deyil. Məsələ, cəmaat qarşısında özünü göstərmək deyil. Mən etdim, mən elədim. Məsələ nəsihətdir. Şər'i yol budur ki, rəhbərə xalqın qarşısında açıq şəkildə etiraz edilməz. Ona nəsihəti yalnız ona çata bilən kəs, onun məqamına uyğun, heybətini qoruyan bir üsulla etməlidir. Səhabələr də belə edirdi. Necə ki, iki səhihdə gəlir ki, səhabələrdən bəziləri Usamə ibn Zeydin yanına gəlib dedilər, Osmanın yanına girib onunla danışmayacaqsanmı? Çünki Osman, radiyallahu anhu, haqqında həqiqətə zid sözlər yayılırdı. Onlar dedilər, Osmanın yanına girib onunla danışmayacaqsanmı? Usamə dedi ki, mən onunla yalnız sizin eşitdiyiniz halda danışmış sayılıram. Yəni demək istəyirdi ki, mən onunla gizli şəkildə danışmışamsa, bu danışmaq sayılmırmı? Mütləq sizin eşitməyiniz mi lazımdır? Mən onunla öz aramda danışdım. Bu qapını açan ilk adam mən olmaram. Deməli, səhabələrin mənhəci bu idi. Əmir sahibinə təkbətək nəsihət edirdilər. Məhz buna görə də Usamə ibn Zeyd, Allah ondan razı olsun, dedi ki, bu qapını açan ilk adam mən olmaram. Beləliklə, bu səhabələrin mənhəcidir. Rasulullahın hədisidir. Şəriətin məqsədidir ki, əmir sahibinin heybətini qorusun. Məsələn, minbərlərdən qışqırmaq və minbərlərdən onun əleyhinə danışmaq deyil. Bu, əslində xalqı rəhbərə qarşı qızışdırır və yalnız bir məqsədə xidmət edir. Danışanın özünü qəhrəman kimi göstərməsinə. Buna görə şeyxlərimizin yolu belə idi. Ölkəmizdəki böyük alimlərdən biri, Allah ona rəhm eləsin, demişdi, biz əmir sahibinin yanına girəndə cəmaat üçün girirdik. Cəmaatın yanına çıxanda isə əmir sahibi üçün çıxırdıq. Yəni, biz əmir sahibinin yanına girəndə, həmd olsun Allaha, onun qapısı açıqdır və dinləyir, danışırıq, çatdırırıq, izah edirik, nəsihət edirik. Yalnız onunla öz aramızda. Sonra xalqa çıxanda qəhrəmanlıq göstərmirik, mövqeyi nümayişi etmirik. Baxın, mən nəsihət etdim, demirik. Əksinə, insanları rəhbərə itayətə və sakitliyə çağırırıq, sabitliyi əmr edirik. Bu, Allahın rizasını istəyən üçün şər'i mənhəcdir. Məqsəd insanların qarşısında danışmaq deyil. Bir dəfə mən biri ilə bəhs edəndə ona dedim ki, bax, atana nəsihət etməyinlə oğluna nəsihət etməyin eyni ola bilərmi? Tutaq ki, atan siqaret çəkir və oğlun da siqaret çəkir. Sən atana, oğluna nəsihət etdiyin üsulla mı nəsihət edəcəksən? Cavab, əlbəttə ki, xeyr. Elə isə, mənafeylərin əldə edilməsinə bağlı olan və heybətinin qorunması gərəkən rəhbər barəsində ona nəsihət etmək mütləq siravi birinə nəsihət etmək üsulundan fərqli olmalıdır. الملك سلمان حفظه الله
Bir şey danışım sizə. Kral Salman, Riyadın əmiri olduğu vaxtlarda bir adam onun idarəsinə gələr və ona nəsihət edərdi. O, hər fürsətdə gəlirdi. Allaha həmd olsun ki, qapılar açıq idi. O adam vəfat etdikdə, bu xəbər Kral Salmana çatdı. O, gedib övladlarına başsağlığı verdi. Övladları təəccübləndilər və dedi ki, atanız bizi sevirdi. Əgər sevməsəydi, gəlib bizə nəsihət etməzdi. Deməli, Allahın razılığını istəyən kəs, əmir sahibinə nəsihət üçün doğru üsulu seçir. Və elə də ola bilər ki, sənin gördüyün şey doğru deyil, amma bu sənin baxışındır. Sən onu rəhbərə düzgün üsulla çatdırmalısan. Şeyximiz İbn Baz, rahiməhullah, deyərdi, kim əmir sahibinə birbaşa çata bilirsə, özü ona nəsihət etsin. Kim çata bilmirsə, çata bilən adama çatdırsın. Yoxsa iş qarışıqlığa çevrilsin, hər kəs danışsın, minbərlərdə çıxış etsin və insanları qızışdırsın, bu şəriətin məqsədinə ziddir. Şər'i dəlillərə ziddir və ağıl sahiblərinin qəbul etdiyi həqiqətə ziddir. İnsanlara onların mövqeyinə uyğun şəkildə nəsihət etmək lazımdır.